Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Yenə də həmişə olduğu kimi çox gözəl bir mənzillə sizin qarşınızdayam. Yerləşir Tibb Universitetinin yaxınlığında, Asan Xidmətin arxasında, yeni binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 2 otaqlı mənzildir. Tam hazırdır, bütün mebel və məişət texnikası ilə tam olaraq təsis olunub. Yəni əlavə nəsə almağa ehtiyac yoxdur. Sadəcə gəlib yaşamaq qalır. Hər bir şəraitdə var, qaz, su, işıq təbii ki, daimidir. Bunlarla bağlı heç bir problem yoxdur. Gəlin başlayaq. Giriş hissədən vaxt itirmədən mən hər bir şeyi sizə göstərim. Siz isə videonun sona qədər izləyin. Mənzil haqqında da fikirlərinizi yaza bilərsiniz. Bura bizim giriş qapımızdır. Daxil olduqda sağda bu isə tresuarımız var. Güzgü yerləşdirilib, aşağı hissəsi də şkafdır. Buraya əşyalarınızı yerləşdirə bilərsiniz. Döşəməsi qranitli isti döşəmə ilə təchiz olunub. Burada pufigimiz və giriş qapısı ilə üzbəyüz. Burada şkafımız yığılıb, tam axıra kimidir. Yəni dərinlik də ideal səviyyədədir. Əşyalarınızı rahatlıqla yerləşdirə bilərsiniz. İşıqlandırmada lüstr və spotlardan istifadə olunub. Əlavə olaraq gizli işıqda, buraya işıqlar da yerləşdirib. Mənzil ümumilikdə işıqlı mənzildir. Və təbii ki, girişin bu hissəsində də yenə dekor güzgülərdən istifadə edilir. Bu da yəni girişə əlavə gözəllik verir. Otaqların yerləşməsini sizin nəzərinizə çatdırırım. Girişdə burada solda yerləşir mənzilin sanitar qovşağı. Bura yataq otağıdır. Buradan keçirir mətbəxə və buranı da artıq gördünüz mənzilin qonaq otağıdır. Geniş ölçəyə malik qonaq otağımız var. Yəni 2 otaqlı mənzil üçün kifayət qədər geniş ölçüsü var. Yəni təxmini 25-27 kvadrat olar. Yəni təxmini ölçünü nəzərə çatdırıram. Nə var? Bunları göstərim sizə. İlk öncə onu deyim ki, döşəməsi parketdir. Bu hissədə böyük ölçülü divanımız yerləşdirilib. Jurnalini, kondisionerimiz var. Dediyim kimi hər bir şeylə tam olaraq təchiz olunub. Burada gözəl lepka işləmələr, lepka daraqlar, sağ və sol yenə güzgülərdən istifadə olunub. Qonaq otağın bu hissəsində şkaf yığılıb, divar içi, aksesuarlar da yerləşdirilib. Yəni bu da əlavə gözəllik verir bizim qonaq otağımıza. Açıq rəngdə divar kağızlarının istifadə olunub. Bu hissədə TV stendimiz buradadır. Aşağı isə şkaf, televizorda yerləşdirilib hazırdır. 6 nəfərlik masamız. Bu hissədə yenə dekor güzgülərdən istifadə olunub. Tavan hissəni də ümumi olaraq göstərək. Lüstr, spot, gizli işıq hamısı var. Hamısı ideal səviyyədədir. Yəni gözəl mənzildir, ürək açan mənzildir. Mən bəyəndim. İnanıram ki, siz də bəyənəcəksiniz. Sənədlər də qaydasındadır. Çıxarış, yəni kupçası da var. Gəlin burada mən sizə göstərim mənzilin mətbəxini. Mətbəx isə girişdən belə sürgülü şüşə qapı ilə ayrılır. Buradan keçirik mətbəxə. Buranın da döşəməsi qranitdir. İsti döşəmə ilə təchiz olunub. Yeni, gözəl mətbəx mebelimiz yığılıb. Tam axıra kimidir. Yuxarı hissələrdə eyni ilə şkafdır. Üstü və sinəliyi mərmərdir. Qaz peçi, aspirator qoyulub hazırdır. Sobalarımız soyuducu. Burada deməli qab yuyanımız da var. Yəni dediyim kimi bütün məişət texnikası ilə tam olaraq təmin olunub. Sadəcə yerlərini də göstərmişim, məlumatınız olsun. Burada masamız da var. Əlavə olaraq televizor da yerləşdirilib. Buradan mənzilin eyvanına çıxış var. Mənzildə ümumilikdə 2 eyvan var. Birinə bu mətbəxdən, digərinə isə qonaq otağından çıxış var. Gəlin buranı da göstərim sizə. Kifayət qədər geniş ölçülü eyvanı var. Və onu deyim ki, paltaryan üçün yer burada ayrılıb. Yəni paltaryan da burada yerləşdirilib. Yuxarı hissəsi də yəni şkafdır. İstilik sistemi kombidir. Aparat da qoyulub hazırdır. Qarşısı da görürsünüz açıqdır. Yəni bina heç bir bina qarşısını kəsmir. Ağlab qüllələrini kimi yəni görsənir. Keçək mən sizə göstərim mənzilin yataq otağını. Bayaq göstərmişdim girişdən. Burada sağ tərəfdə yerləşir. Yataq otağımızda çox gözəl təmiri var. Tam olaraq mebellə təchiz olunub. Görürsünüz taxtımız yerləşdirilib. Arxa hissəsi də gözəl şəkildə işlənilib. Lepka daraqlar, bura işıqlar, gözəl tablomuz. Meykapımız burada. Aşağı hissəsi də şkafdır, böyük güzgü yerləşdirilib. Və burada da təbii ki döşəməsi parketdir. Radiatorlar da qoyulub hazırdır. Tavan hissəni ümumi olaraq göstərək. Və yataq otağının bu hissəsində yenə şkafımız var. Əşyalarınızı yerləşdirə bilərsiniz. Tam axıra kimidir. Dərinlik də çox yaxşıdır. İstənilən ölçülü əşyanızı tam olaraq yerləşdirə bilərsiniz.
Keçək mən sizə göstərim mənzilin sanitar qovşağını, sonra qiymətini və digər məlumatları nəzərinizə çatdırım. Sanitar qovşağım sizə burada yerləşir. Buranın da ölçüsü yaxşıdır. Gəlin göstərim. Geniş ölçüyə malikdir. Bu hissədə duş kabinimiz yığılıb. Qara rəng aksesuarlardan istifadə olunub. Ümumilikdə gözəl böyük moydadırımız. Divar içi unitaz, maraqlı teksturaldır. Qranitlər seçilib ümumilikdə. Su şilka və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Belə, mən demək olar, hər bir şeyi sizə göstərdim. Mənzildə olan məlumatları nəzər çatdırım. Yerləşir Tibb Universitetin yaxınlığında, ASAQ xidməti arxasında, yeni binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 2 otaqlı mənzildir. Ölçüsü 85 kvadratdır. 11-ci mərtəbədə yerləşir, 16 mərtəbəli binanın 11-ci mərtəbəsində. Gördüyünüz şəkildə satılır, bütün mebel, texnika hamısı qiymətə daxildir. Sənədləri qaydasındadır, çıxarış, yəni kupça da var və mənzilin start olaraq qiyməti 325 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.